maksimal sürəti neçə idi? 40-45. Sürürük 40-dan 45. Qarşımızda görürsən, bax spusq olduğuna görə elə amma istər-istəməz sürətini arayır Artır. və biz nə arayırıq? Tormuz görə basır. Stabilləşdirir, elə deyim sürəti. Davam edirik. Görürsən, qabaqda tramplin var. Başlayır sürəti 20-25 alma, həm də tramplin nədir? Peşxoddur. 20-25 ilə sağına sona fikir verə bir adım geçək. Biraz azaldı. Biraz azaldı. Çox sürətlənib adlamağa ehtiyac yoxdur. Davam edə. Ay sağ olsun. Qabaqdakı maşın yavaş gedirsə nə arayırıq? Ön getdiyimiz sürətdən bizdə. Sürətli gedirsə də yolun qayda qanunu nədirsə biz onunla hərəkət edirik. Yəni maksimal 50-dirsə də gedək neçə ilə? 40-45 ilə. Ay qarşılamasına imkan yoxdur qarşılamasın. Artıq yolun solacaq. Burada peşə baxır, burada yavaşlamaq, durmağa ehtiyac yoxdur. Dayandı qazdan sağına sola bax, adam yoxsa sürüyəsin. Bax peşxod adam varmı? Bax gələn varmı? Diqqətinə bax. Başından bax. Zaten görürsən bunlar əylə yol verir. Yox, belə eləmək yoxdur. Belə olmaz. Xalasto ilə eləmək olmaz. Birinci gərək azaldasan sürətini, durana yaxın xalastoya verəsən. Davam edirik. Tutsan anda. Bələn düz gedirik. Maksimal yolun sürəti 50 idi, amma burada azaldırıq. 20-25-ə sol yandırıb güzgüyə baxıb. Əyilib bədənimizdən sağa baxa-baxa gelirik hara? Ay sol baxırıq. Əyil bax bədənimizdən. İndi biz burada kim buraxırdıq? Yox, bayaqlar əyildik baxdıq nə? Oradan kim buraxırdıq? Oradan pajarnı. Skora pamojanları, pajarnıları elə deyilmi? Yəni dövlət maşınlarını, balaca maşınları buraxmırıq. Kompüterdən deyir, sağa 300 metrdən sonra sağa dönəcəyik. Sağ güzgüyə baxdıq, imkan varsa da gəl, yandırıb keçdik sağa. Yolun sağ hissəsində əgər maşınlar əylənib durursa da, onları keçəndən sonra keçirik sağ hissəyə. Ancaq boşsa belə keçə bilərik. Yenə yandırırıq sağı. Əyil bədənimizdən sola baxırıq, görək maşın gəlir, avtobus yoxdur, keçirik sağ hissəyə. Üçbucaqları görürsənmi? Yavaşda yanında əyil bədənindən sola baxa-baxa çıx ilə, imkan varsa da gəl. Liniyan, bax öz liniyan boş olduğundan əmin ol elə çıx. Sol güzgüyə baxa-baxa çıxırsan. At uca. Maksimal neçəlik yolu idi? 40-45. Maksimal 40-45'lik yoluydu. Biz sürürdük. 50'lik yoluydu maksimal, biz sürürdük 40'dan 45'den. O tuğu çıxarsan oradan oradan. Bak şu telefonu tutacağını çıxart. Dart çıxar. Çıxmır mı? Aç oradan. At gör çıxır mı? Hə. Yaxşı qoy qalsın. Kompüter bizə deyir ki, buradan eləmi? Yerdən samasmetr şəmdəkdir, ardından bu da malidir. Cirili Mozurovadan 1-1 deyir. Düb bələm düz gedək, keçir. 8 sürmür. Birinci 5'e gedək, sonra 8'e gedərik. Qara xətti ortaya tutub bələm düz gedərik. Peşxodda adam var mı deyə baxırıq. 20-25, ikinci skor satdıq. İkinci skorsan 20-25'dən atlayırıq buraya. Tramplini keçəndən sonra sol güzgüyə baxıb, əgər imkan varsa da imkan daxilində keçərik artıq sol xəziyə. Atdıq uçaq, fişək uçaq. Kompüter yerdən deyir ki, samasmetr şəmdək molfuyet marçıxnev. Güzgüyə bax, mali molfuyet marçıxnevdir. Güzgüyə baxdıq, yandırdıq solu. İndi atdıq 2-yə yavaşca, gəlib arxasında distansiya uyğun saxlayacaq. Distansiya qaydası nə idi? Təkərlərin gözət görür. Arxa təkərləri rahat görə biləcək şəraitdə əyilirdi, elə deyilmi?
Davam edirik. Solu yandırmışıq, elə deyilmi? İki şük nişanın svetoforun ortasına gedirik. Qarşıdan gələn maşın varsa da əgər onları buraxırıq, ardından soldan dönürük sola. Ancaq güzgüyə baxdıqdan sonra. İmkan varsa güzgüyə bax, dön arxasına indi sola. Lap sol tutuyla ən solunu. Qırmızı yanıya görürsən, yol bizimlə ama əyləmirik. Peşoxoda adam varsa ancaq yol veririk. Gedirik, gənə kompüter bizə deyil sola dönəcək, biz də yandırırıq sola. 20-25'e al, ardından 2-dən gediyinə yavaşla stop eləyəcək, sağımızı görə biləndə baxacaq, görək maşın gəlir. Yoxsa çıxa bilərsən soldan sola. Gələn maşını bırax. Gənə var mı maşın? Yoxdur, keç soldan sola. Düzelt rolunu. Qarşında görürsən protifdən maşın gəlir. Güzgüyə bax, keç sağa. Burada normal deyil, soldan maşın gəlmir. Amma protifdən gələn olsa, məcbur belə eləyəcəksən. İndi gələn güzgüyə bax, geri öz liniyaya dur. Azad. Çək ayağını. Davam elə. 3'ə verə bilərsən. 3'ə verə bilərəm? Verə bilərsən. Maşın çox boğma. Get. Azad çıxıca. Bax, qarşına riski maşın keçsən. Arayırdıq denən. Nəyə qoşurduq? Avaryonun yerə, deyilmi? Sağ güzgünə bax, sağı yandır. Keç sağ tərəfə. Görürsən, yerdə ağ palası var. Ayaqlasaq kəsilərik. Avaryonu yandır, yol verərsən. Bunlar qabağına keçsən. Keçməkləsə davam edirlər. Bax, əgər yolun qırağındadırsa vermirsən. Amma yox, keçiblərsə qabağına onu da verirsən. Əgər bax sola, baxa-baxa çıxacaqsın. Göz maşın gəlirsə saxla. Sol güzgünə baxa-baxa çıx. Aha, atdır bir şey, davam edirsən. Bax, ayqa. Bayaqki yerdə görürsən, splaşnomi palasa var idi yerdə. Düz palasa idi, deyilmi? Biz, karoçi, əgər orada, elə deyilmi? Maşın kəsməyibsə yolu, adlaya bilirsək yerdən adlayırıq. Əgər yox, görürsən, bəzən elə hal olur ki, o ağ palasanın ətrafında maşınlar əylənir və məcbur qalırıq ki, biz onu ayaqlayaq keçək sağ tərəfə, onda heç bir problem yoxdur. Ayaqlaya bilərsən, ancaq maşın yox idsə da orada, ayaqlayıb keçsən, kəsiləcəksən. Yaxşı mı? Kompüter bizə burada deyir ki, yerdən 30 metr işləmdək mavqufiyet marjını deyəcək. Sağa dönəcək. Amma indi sağ işləmir deyə biz düz gedəcək. Çünki kompüter sağ deməyinə baxmayaraq polis bizə deyəcək ki, düz gedirik. Əgər düz gediriksə, burada sol xətti tutmamız daha əlverişlidir bizdən ötəri. Güzgüyə bax, imkan varsa yandır, keç sol tərəfə. Nəyə görə burayı tuturuq? Sağla da getmək məntiqlidir. Gedə bilərik, problem yoxdur. Amma sol tərəflə getmək daha məntiqlidir, məqsədə uyğundur. Səbəbi də nəyə görədir? İrəlidə biz sol palasayı tutanda pirdapir gedə biləcəyik. Amma yox, sağı tutanda ortada da sıxıla bilərik. Gedirik, yol vermirik, ana yolda yox. Davam elə. Davam elə. Lasokdan gözlə, peşoda fikir ver. Var mı adam? Adlayım var mı? Saxla adlasınlar. Görürsən, əgər sağ liniyada olsaydıq, orta liniyaya girəcəkdik. İlərdə də bizim problem yaşayacağıq. Çünki nəyə görə sağ tərəfdə çox sıxıla bilərik. Amma görürsən, solda rahat gedirik burada. Bax, peşotadan var mı? Davam edir. Saniyə nə qədərdir? Qırmızı yandı mı? Yandı. Saxlayacaq. İndi burada nətər getməliydik? Soldan sola, elə deyilmi? Latok ortalasa rahat gedə biləcəyik. Yəni, burada əslində məqsəd odur ki, biz soldan rahat sola girək ki, sağ hissəyi, yəni sağ tərəfimizdə olan maşınları sıxmayaq. Əgər eyni anda, məsələn, düz çıxsan belə pirdəbir, onda sağındakı çıxanda siqnal verib kəsə bilərsən. Ona görə biraz soldan götürürsən, genişdən. Götür bizə. Yəni, sağımıza da bir maneçilik yaratmayırıq. Rahat keçdik, davam elədik, davam elədik, atdıq üçə. Bax, peşodu görürsən, bax sağına soluna adam varım. Gələni gördün mü? Saxla, yavaşlat. Bir reskənə bax, gör gələn var mı? Varım, görürsən, saxlayasın.
just çatırlar sənin liniyana, məcbur onlara da yol verəcəksən. Sağ hissəyə gənə bax ilə var mı adam? Yoxdur. Sola bax gənə, yoxdursa da davam edə bilərsən. Sənin xəttini keçəndən sonra 2 atdıq, ardından veririk 3-ə. Ged arxasından. Əgər sürətin ölübsə 2 ata bilərsən. Sürət nə zaman azalırsa da elə deyilmi? Onda 2 atırsan. Yəni belə deyim sənə 20-də, 25-də 2-yə at, təzədən sürəti yığ-çıxıca, ardından elə 3-ə verə bilərsən. 22-də zadda belə. Azalt gənə 20-yə sürəti, at ikinci skorsa. Bax peşoda, bax peşoda. Ani hərəkətlər eləməyə ehtiyac yoxdur. Peşoda burax ilə varsa da. Gəlmir mi? Addım atı bax elə bil. Gəlirsə vüsü. Bax ayı, protif eləmi normalda yol vermir. Amma görürsən, solumuzdakı protifdəki maşınlar 50 və onlara yol veribdir. Onlar da addım atıflarsa, gəlirlərsə sən tərəfə, onda sən yenə məcbur onlara da yol verməlisən. Davam elə. Burada sağ tərəfə keçməyin daha düzgün olar. Sağ güzüyə bax. Daha rahat olar səndən tərəf. İmkan varsa da keçinən sağa. Keçə bax orada ki. Bax peşodadan var mı? Yoxdur, davam elə gedək. İndi. Qabaqda görürsəm svetofor var. Saniyəyə fikir ver. Saniyə qutaran kimi pramoy qırmızı yandıracaq. Daha bilirdinsə da eləmənə ehtiyac yoxdur. Yox, 2 saniyə qalır. Onda elə bilərsən. Əgər yox çox azsa da elə bilərsən. Əgər yox imkanın var idisə də yaşılda eləmə. Amma yox sən gerdən gəlirsən elə deyilmi? Onda məsəl üçün görürsən saniyə azdır, sən yavaşladıysan, çatanda yer eləmi? Qırmızı yanırsa saxlayırıq. Amma yox sən gedirsən, yaşıl yanırsan, əyləyib yaşılda gözləyirsənsə, o səndən də problem olacaq. Bunda kəsəyim. Kaneşlə. Yəni eləməlisən ki, biraz yavaşlat ki, qırmızıya düşəsəndən orada. Yəni əyləməlisən, başa düşdünmü? Əyləyib yaşılda gözləməlisən. Getdik, davam elədik. Bax peşodadan var mı? Görürsən, biraz ehtiyatlı ol ilə. Bər çıxdı bunun bugün çox. Uşaqlar görürsən qaçırlar, ehtiyatlı olmaq lazım, baxmaq lazım. At 1-ə, at 2-yə, ardından ver 3-ə, qaldır elə ver 3-ə. Yaşıl yanıyor, yol bizimle devam edə gedək. Bax peşoda, naxadı getmə, fikir ver, bax sağa sola. Yoxdur, elə deyim mi? Getdik. İrəlidə biri gənə var, görürsən, gənə sağına soluna diqqət elə, fikir ver, elə gediklə. Birbaşa getmək olmaz. Var mı? Yoxdur, davam elə gedək. Orta xətti tut gediklə. Orta liniyadasan, düppərəmdüz gedirsən. Zebraya görürsənmi? Bax sağına soluna görə adam gəlirmi? Var mı? Saxladıq, yol verdik, atdıq, xalastoya gözləyirik. Gənə var mı adam? Yoxsa at biri davam edir. 2 Qaz ver, ver 3-ə.
Distansiya qaydası nə idi yenə denən? Arxa təkərin görüldü. Rahat görə biləcək şəraitdə eləyəsən ki, arxa təkərləri rahat görəsən. Yəni çox yaxına girməsən. Artır ver üçün. Distansiyayı yenə qoruyuruq arxadan. Yenə dediyim kimi, maksimal sürət 50 idi, ancaq 40-45 ilə gedirdik, düzdür? Amma elə şərait ola bilərdi ki, nə ola bilərdi? Qabaqdakı yavaş getsə nə olardı? Onun arxasından 10 getdi sürətlər. Yəni artıq biz qayda qanuna yox, qarşıdakı maşının sürətini uyğunlaşıb elə hərəkət edirdik. Ancaq elə halda ola bilər ki, mariqatda saxlayacaqsam, getmə. Elə halda ola bilər ki, deyil mi? Qabaqdakı, məsəl üçün, çox sürətli hərəkət elədi, elə deyil mi? Ondan ayırdıq. Bizim sürətimizdən gələcək. Yəni artıq onda biz yolun qayda qanunu nədirsə də biz ona uyğun hərəkət edirdik, elə deyil mi? Şimdi baxırıq svetoforun sağına, soluna yenə. Riski yaşıl yansa, elə deyil mi? Adam da qaça bilər yola. Yəni, nə xalı şey eləmirsə, fikir ver birinci. Saniyə varmı? Yoxdur. Hələ tərpənmirik, hələ gözləyirik. Görürsən, bunları deyirəm, misal görürsən, yaşıl yansa belə risk yola qaçdılar. Başa düşdünmü? Ona görə ehtiyatlı olsun. Əgər belə şərait olsa, eləmi? Riski qaz verib tərpənbilsən də ona. Risk yola çıxıblar olar. Gedirik arxasından öz linyanda qal, Latif. Öz linyanda qal, atı sözündə. Saniyə azdır, görürsən, çatdıramayacaqsın, saxla. Saxla. Sarı yandı, saxla. İndi. Gənə gözləyirik. Əgər, məsəl üçün deyirəm, qabaqdan maşın əylənib, sən onun arxasındasan, elə deyil mi? Misal yaşıl yandı, amma o tərpətməyib maşını, sən də tərpətməysən. Nə zaman ki, qabağındakı maşın tərpənsən, onda maşını tərpədə bilərsən. Davam edilə bilərik. Davam edilə gedək. Artır, ver 2-yə. Artır, ardından ver 3-ə. Distansiyanı qoruyulan, sənin xəttinə keçməyə çalışırsan burada. Əgər elə hadisə olsa, məsəl ki, görürsən, yar təkər sənin xəttindədir, sən onu bölünən adırsan, sıxlıq yaranar, onda adlamayın. Bu svetoforlarda ehtiyatlı ol, çünki saniyə qutaran kimi birbaşa sarı yanır. Bax, görürsən, burada adda bilirsən, A-mərkində məsəl üçün saniyə qutarır, elə deyilmi? Onda adlanmasan saxlayırsan, amma adda bilirsənsə davam elə gedəyinlə. Eyni halda gerdəki svetofora da aid. Əgər gördün saniyə azdır, saxlayacaqsın. Yəni sürüb getmə sürətli. Davam edirik. 3-cü skorusdan gedirik. Qarşımızda həm peşəxod var, həm tramplin var. Çatmadan əvvəl sağına, soluna, iki tərəfi də tam əmin olduqdan sonra adam olmadığından davam eləyə bilərik. Yuxlayıq, elə gedəcək gedəklə. 20-25-ə saat ikinci skorusu atıb elə gedəcəksən. Görürsən, amma qabağındakılar durublar. Durublarsa da təmiz yavaşlasan maşın birlə də atla bilərsən. Adam gəlir, saxlayacaq. Azalt. Xalas söylə, gözlə. Bunları buraxdıqdan sonra naqıl davam eləmən axalı. Bax sağına, sola birinci. İmkan varmı? Var. Varsa da elə davam edə bilərsən. İmkan yarat qarşındakına, görürsən, yoluna çıxır. At 2-yə davam edə. Qaz ver, 3-ə ver. Get. 20-25-ə azaldı sürətini. Tramplin olduğuna görə 2-lə adlayacaq böyle. Dəmirdə amma tramplin sayılır. Sağ güzgünə bax. Sağa, yandır sağa. İmkan varsa yandır git sağa yavaş-yavaş. At 3-ə dağılında. Get sağa. Yerdə xətti görəcəksən. Xətti tapdalama. Diqqətli ol. Xətti tapdalama at 4-də. Maksimal yolun sürəti 55-60-dır burada bizim üçün verilən sürət. Xətti tapdalamadan gediylə. İmkan varsa da indi sol güzgünə bax. Yandır, keçə bilirsənsə keç sol hissəyə.
qaldır sürətini 60-dan. Şlaqbaumları görürükmü? Şlaqbaumlara girəndən sonra sol güzgümüzə baxıb, solu yandırıb artıracağıq sürəti. Çünki sürət yoluna keçərik, magistrala girəcək. Qaz ver, qaz ver, qaz ver, qaldır sürətini. Qırıq xəttləri görürsən yerdə. Keç, boşluq var, nə? Ora kimi sürətini yığ, boşluqdan çıx ilə. Güzgüyə baxa. Və 5-ə ver. Çıxar 5-ə ver. Maksimal yolun sürəti 90-lıqdır. Ancaq biz sürürük bizim üçün daha məsləhətli olan 80-dən. Lakin, yenə deyirəm, elə situasiya ola bilər ki, qarşıdakı bizdən çox yavaş hərəkət eləsin, deyilmi? Gedərik arxasından, qaz ver. Qaz ver, qaz ver, qaz ver. Əyəğini tormuzlu qazdan çək, tormuz icazı yoxdur. Bilirsən, məcbur qalmadıqca verməyik tormuz. Çox mu yavaş gedir? 60-la gedir misaliyə, deyilmi? Sol güzgüyə bax. İmkan varsa yandır və keç sol tərəfə. Qaz ver, keçir. Artır sürətini. Yavaş gedən maşın keçəndən sonra geri öz liniyana qayıd elə. Yandır və keç öz liniyana. Bunu əgər qabaqdakı maşın çox yavaş gedirsə, o halda edirik. Amma iri maşınlar olur, məsəl üçün tırlar olur, deyilmi? Ya kamazlar olur, yekə. Onları avqon elənməli itiraz edirlər. Əyağını çək qazdan, sağ güzgünə bax, sınaqın yanında, yandır sağ tərəfi. Güzgüyə baxa eləmi? Tormuz vermədən gir içəri. Ardından tormuzda 4-ə salıb, ardından 3-ə salacaq. Tormuzda, başda tormuzlamağa 4, ardından 3. Keçə pavortik. İçəri elə daxil oluruq ki, sürətimiz 20 ilə 40 arasında olsun. Bizə verilmiş maksimal sürət 40-dırsa da minimum sürət də 20-dir. Yəni biz sürəti elə tənzimləyirik ki, bizim sürət olsun, misal 30 və yaxud 35, 25 belə. Problem yoxdur, belə gedə bilərik. Sadəcə olaraq nə 40 açsın, nə 20-dən aşağı düşsün. İndi kompüter bizə deyəcək ki, marjini deyəcək. Burada biz yandırırıq marjini olan sol hissəyi. Güzgüyə bax və yandır sol tərəfi. Stopda təmiz saxlayırsan 4 təkərin 4-ünü də. Minimum neçə saniyə gözləyirdik? 3. Baxdıq, əyildik. Maşın gəlirmi? Ana orada. Çıxa bilirsən? Çıx, sol güzgüyə indi baxa. Aysa. Artır ver 3-ə. Ardından 4-ə verəcəksən və sürəti qaldıracaq 60-a. Ver indi 4-ə. Qaldır 60-a. 60 ilə gedərik. Qarşımızda 50 znakını görəndə tormuzda sürəti 40-a 45-ə indirməyə başlayacaq. Bizim məqsəd odur ki, biz içəri daxil olanda bizim sürətimiz olsun 40-da 45-də. Başla tormuzlamağa. Elə 4 tane də gedin. Heç ehtiyac çox tuşa verməyə. 40 ilə 45-dən gir. Maksimal, yəni bilirsən ki, sürət 50-dir. Bizim maksimal limitimiz 49-da. 49-a qədər sürə bilər. 50 yaşmayacaq şəkildə. Sınaqı görürük solda. Yanına yaxınlaşanda sol güzgüyə baxarıq və yandırırıq solu. Artır sürətinin sürət yoludur. Magistrala düzəlişi. Qaldır sürət. İçərdən sürət yığına güzgüyə baxa. Çıxa bilərikmi? Çıxan verir və çox maşın gəlirsə əyağını çək qazdan. Biraz azalt sürətini. Azalt tormuzda. İndi qaz verir, çıxa bilərsən. Ya da gözlə, saxla burada. Çıxma. Elə əyləməlisən ki, içərdən sürətini yığıb elə geri çıxa bilərsən. Bu dəqiqə görürsən, çox irəlidə elədim. Biraz geridə eləyəcəyik. Qaz ver. Ay sağ ol. Artır ver üzə. Görürsən, dar aralığında elədik. Biraz geridə eləyəcəkdik. Çıxanmasaq, eləmi? İçərdən sürətimizi yığıb, yenə elə çıxacaqdik. Birbaşa sola çıxmaq olmaz. Çıxanmayacağın variantdır. Deyirəm bunu sana. Davam edirik. 5-6 ilə. Qaz ver, artır biraz sürəti. Artır. Torumuza icazı yoxdur da, bilirsən, nədən yavaşlayırdıq? Ayağımızı qazdan çəkirdik. Məcbur qalandaysa tormuz verə bilərik. Məcbur qalmadıqca verməyirik.
bizə göstərir ki, 70-lik sınaq yolun maksimal sürət hissəsi oldu da 70. Biz 60-65 dedik. Ayağımızı çəkərik qazdan. İndi sağ güzgüyə baxırıq. İmkan varsa yandırıb sağa. Keçəcək sağ hissəyə. Birbaşa keçmə, biraz qoy yenilənsin. İndi güzgüyə baxa-baxa gir sağa. Ardından tormozda verdi orada, dalından